Salam hörmətli izləyicilər, Neytral Zonada xoş gördük. Bu dəfəki mövzumuz dünyada baş verən proseslər, konfliktlər, münaqişələr və bunun Cənubi Qafqaza və bizim regiona təsiri ilə bağlı olacaq. Yəni açıq şəkildə görünür ki, yaxın şərqdə baş verən proseslər davam etməkdədir və İsrail tərəfi Qəzzanı bəlkə də indiyənə qədər ən ağır Qəzzaya zərbələr endirdi. Və bundan əlavə Suriya ilə, yəni Suriyanın indiki hazırki hökuməti ilə İsrail arasında müəyyən anlaşmanın olma ehtimalı var. Hətta Amerika tərəfi Suriyaya qarşı tətbiq olunan sanksiyaları ləğv elədi. Və iddialar var ki, Suriya Colan təpələrindən ümumiyyətlə iddialarından əl çəkəcəklər və o ərazilər Suriyanın yox, artıq İsrailin konkret olaraq ərazisi kimi qeyd olunacaq. Əslində İsrailin bu proseslər başlayarkən ən çox istədiyi şeylərdən də biri buydu. Hesab edirəm ki, İsrail müəyyən mənada məqsədlərinə çatmış hesab olunur. Digər tərəfdən məlum yaxın günlərdə İran-İsrail toqquşması baş verdi və bu toqquşmanın hələ də nəticələri ilə bağlı dəqiq və düzgün informasiyalar yoxdur. Artıq məsələn peyk görüntüləri onu göstərir ki, İran tərəfi yəni Forda nüvə obyektinin demək olar ki, giriş hissəsini açmağı bacarıb və orada fəaliyyətə başlayıb, ən azından orada təmir işlərinə başlayıb. Və Amerika kəşfiyyatı da ümumiyyətlə bir çox ölkələrdə qərb mediası da açıq şəkildə yazır ki, İranın nüvə obyektlərinə vurulacaq zərbələr yəni o qədər də effektiv olmayıb və İran öz fəaliyyətini davam etdirir. Hətta iddialar bu yöndədir ki, və əslində mən də bu yöndə, mənim də fikrim bu yöndədir ki, İrana bu zərbələrdən sonra İran əgər dünənə qədər nüvəni dinc məqsədlərlə istifadə edirdisə, İran öz təhlükəsizliyini zəmanət üçün, ən azından özünü sığortalamaq üçün nüvə silahı əldə etməklə bağlı müəyyən mənada işlər də görə bilər. Ona görə də proseslər əslində bir qədər tamamilə fərqli məcraya keçib. Və biz İran-İsrail toqquşmasından sonra açıq şəkildə biz görürük ki, Ukrayna prosesi, Ukrayna məsələsi ikinci plana keçib və Rusiya tərəfi Luqanskın demək olar ki, tamamilə sərhədlərinə çıxdı və Luqansk vilayətini tamamilə işğal elədi. Və Kurskun, Ukraynanın Kursku işğal etməsi və Rusiyanın onları çıxartmasından sonra Rusiya buna cavab olaraq artıq Sumu vilayətini, artıq bir hissəsini işğal eləyib və Sumu şəhəri uğrunda döyüşlər başlayır və artıq Rusiya ordusu minatanların ümumiyyətlə şəhərə çatacağı qədər şəhərə yaxınlaşıb. Bu o deməkdir ki, təxminən 7-10 kilometr məsafədədir və əgər belə görünür ki, yaxın zamanda Sumuda şəhər döyüşləri baş verə bilər və bunun olacağı da hesab edirəm ki, indiki mərhələdə qaçılmazdır. Və Ukrayna tərəfi, təbii ki, Ukrayna tərəfinə yardımlar həyata keçirilir. Ümumiyyətlə, Amerika tərəfinin, Avropa ölkələrinin, Rusiyanın ümumiyyətlə pullarının Ukraynaya verilməsi prosesi də başlayıb. Amma Rusiyanın bu prosesdən dayanmağını görmürük biz və açıq şəkildə Rusiya daha çox irəliləməyə cəhd göstərir. Və təbii ki, və silahlanmalara biz baxmalıyıq. Açıq şəkildə dünyanın bir çox ölkələri ciddi şəkildə silahlanmaya gedir və məsələn Rumıniya çox ciddi hava hücumundan müdafiə sistemləri aldı İsrail şirkətlərindən. Bundan əlavə Avropanın digər ölkələri də öz hava hücumundan müdafiə sistemlərini və öz arsenallarını gücləndirməklə məşğuldur. Bundan əlavə artıq məsələn İran da öz həm aviaparkını yeniləmək istəyir və gücləndirmək istəyir, həm də hava hücumundan müdafiə sistemləri almaq istəyir. İranla Rusiya arasında bir müəyyən mənada bir incikliyin olduğunu da sezə bilirik. İran tərəfi açıq şəkildə bildirdi ki, Rusiyadan S-400'lər sifariş etmək istəyiblər, amma Rusiya S-400'ləri onlara yox, başqa ölkələrə, Hindistana satıb. Bundan əlavə İran tərəfi Su-35'lər Rusiyadan almaq istəyib, amma Rusiya Su-35'ləri də İrana satmayıb. Hesab edirəm ki, İran bu mənada daha çox Çin bazarına üst tutacaq və ona görə də iddialar var ki, İran J-10 qırıcıları alacaq Çindən. Amma hər halda İranla Rusiya bir-birinə hesab edirəm ki, bağlı dövlətdir. Hətta bu ona görə də bu dövlətlərin
arasında yenidən hərbi sənaye sahəsində əlaqələr quracağını hesab edirəm ki, gücləndirəcəklər və Rusiya İrana həm təyyarələr, hərbi döyüş təyyarələri, həm də hava hücumundan müdafiə sistemləri satacaq. Bu artıq bu yöndə danışıqların getdiyini də görə bilərik. Yəni İran düzdür, İran hava hücumundan müdafiə sistemini, yəni yarılmış o ərazini bərpa etməsi o qədər asan deyil. Çünki bu çox böyük pullar hesabına başa gəlir və hesab edirəm ki, o sifarişlərin gəlmə müddəti də var. Amma İran dərhal, yəni İsrail toqquşmasından dərhal sonra səhərisi günü elə hava hücumları müdafiə sistemlərinin ən azından təlimini keçirdi və boşluqlarını axtarır və hesab edirəm ki, bu yöndə boşluqları dolduracaq. Və Azərbaycan da təbii ki, bir çoxları elə düşünürdü ki, əgər bu proses İranda gedirsə və yaxud da ki, Rusiyada hansısa bir proseslər gedirsə və yaxud da ki, Rusiya ətrafında hansısa proseslər gedirsə, bu o anlama gəlir ki, yəni sanki bizdən ötüb keçəcək və bizdən yan keçəcək. Amma reallıq onu göstərir ki və baş verən proseslər onu göstərir ki, əslində bu proseslər heç də yəni bizdən yan keçmir. Əslində bu proseslərə bizi də qatırlar və bu proseslərin içərisində olacağıq və bunların təsirlərini görəcəyik. Yəni düşünürəm ki, son dövrlər İran Azərbaycan arasında müəyyən bir gərginlik məsələsi var və İran tərəfi Azərbaycan tərəfindən ən azından o dronlar iddiası ilə bağlı Azərbaycan tərəfindən araşdırılmağını istəyib və yaxud da ki, Rusiya ilə hazırda Azərbaycan arasında bir gərginlik var. Yəni məlum Azərbaycanlıların öldürülməsindən sonra Rusiya ilə Azərbaycan arasında ən azından bir siyasi gərginliyin olduğunu şahid oluruq. Proses artıq diplomatik sahəyə də keçir. Çünki Azərbaycan tərəfi Rusiya səfirliyinin nümayəndəsini dəvət elədi. Ruslar yenə də o Azərbaycan səfirini dəvət etdilər Xarici İşlər Nazirinə və tərəflərin artıq mediası da, hər iki tərəfin mediası da bir-birinə qarşı artıq ittihamlar səsləndirməyə başlayıb və bunu ciddiləşdirməyə başlayıblar. Və məsələn Ermənistanda da müəyyən proseslər baş verir. Ermənistanda kilsə ilə Paşinyan hakimiyyəti arasında bir toqquşmanın şahidiyik. Və mən ötən dəfələrdə deyəndə ki, bu prosesin arxasında həm də Rusiya var. Rusiya artıq Ermənistana təzyiq etmək niyyətindədir. Bir çoxları bunu təbii bir proses kimi görürdü. Amma Rusiya Xarici İşlər Naziri açıq şəkildə bildirdi ki, yəni onlar kilsəni dəstəkləyirlər, kilsəyə qarşı atılan bu addımları qəbul etmirlər. Hesab edirəm ki, Cənubi Qafqaz ölkələrinə Rusiya və İran hətta deyərdim ortaq şəkildə təzyiq etməyə başlayıblar və Azərbaycanla bağlı başqa formada eləyirlər bu təzyiqi, Ermənistana bu təzyiqi tamamilə fərqli istiqamətdə eləyirlər və gərginlik bir qədər də hesab edirəm ki, artacaq. Çünki artıq bu məsələ elə bir həddə gəldi çatdı ki, yəni düzdür, artıq Rusiya rəsmiləri açıq şəkildə bəyanatlar verirlər, Azərbaycan mediasından ciddi şəkildə Rusiya tərəfi tənqid olunur və ona görə də ki, bu prosesin yaxın zamanda səngimə ehtimalı var. Hər halda Rusiya tərəfi bəyanat verib ki, Azərbaycana şərtlərin, tələblərini irəli sürüblər. Amma Azərbaycan tərəfinin də hesab edirəm ki, tələbləri var və bu proses bir qədər hesab edirəm ki, vaxt alacaq və münasibətlərin korlanmasına qədər gəlib çıxa bilər. Və hesab edirəm ki, bu məsələdə yəni təbii ki, hadisə bir yəni Yekaterinburqda yəni müəyyən Azərbaycanlıların öldürülməsi ilə proses başlasa da, amma görünən odur ki, bu prosesin həm də İran-İsrail toqquşması və ümumiyyətlə regionda və dünyada baş verən proseslərlə birbaşa bağlılığı var, birbaşa əlaqəsi var və ona görə də düzdür, Azərbaycan hələ ki bu proses elə həddədir ki, yəni hansısa kənar bir dövlətin bu məsələ ilə bağlı bəyanat verməsi və yaxud prosesə qoşulması hələ ki indiki mərhələdə hesab edirəm ki, tezdir. Amma bu proses bir qədər də dərinləşərsə, prosesə başqa bir ölkələrin qoşulma ehtimalı və yaxud da ki, ən azından sözlü olsa da bir bəyanat verilmə ehtimalı var. Hər halda prosesin hələ ki ilkin mərhələləridir. Bir çox insanlar hələ ki hissləri ilə ən azından qərar verirlər, fikir bildirirlər, fikir səsləndirirlər. Amma hesab edirəm ki, bu
məsələ artıq soyuqqanlı şəkildə bu məsələlərə yanaşmaq lazımdır və bu regionda ümumiyyətlə Rusiya ilə münasibətlərin pisləşməsi məsələsini biz ciddi şəkildə götür-qoy etməliyik. Bunun qazancları nə ola bilər, bunun buradan itiriləcək məsələlər nə ola bilər və digər məsələlər var ki, bunların hamısını hesablamalıyıq. Və düşünürəm ki, əgər Azərbaycanla Rusiya arasında gərginlik bu formada davam edərsə, Rusiya Qarabağdan köçən erməniləri ən azından onları aktivləşdirə bilər və onları da prosesə cəlb etmək üçün ən azından İrəvanda onların mitinqlərini və yaxud da ki, onların prosesə qoşmaq üçün hansısa bir addımlar atmağa çalışır. Dolayısıyla regionda vəziyyət gərgindir və bu da təbii ki, cəmiyyətə də sirayət eləyir və əslində cəmiyyətdə də vəziyyət gərgindir və depressiya var və bütün euforiyaların sonu depressiyadır. Hesab edirəm ki, indi də yəni cəmiyyət bir depressiyanın içərisindədir və proseslər müəyyən mənada bu formada davam edəcək və sonu nə olacaq hər halda, yəni düşünmürəm ki, yəni bu prosesin sonu hərbi məsələlərə gəlib çıxsın. Hər halda Rusiya ilə Azərbaycan müəyyən mənada bu prosesləri yoluna qoya bilər. Çünki bütün biz müharibələrin nə olduğunu ən azından bilirik. Siyasi gərginlik qalxır və siyasi gərginliyin piki artıq hərbi gərginliyə keçir. Ümid eləyək ki, istər İranla bağlı olsun, istər ümumiyyətlə Rusiya ilə bağlı olsun, istər də Cənubi Qafqazdakı digər məsələlərlə bağlı olsun, məsələ siyasi gərginliyin pik həddinə çatmadan həll olsun. Çünki bu region hesab edirəm ki, çox ciddi şəkildə təhlükəli regiondur. Ukraynadan fərqli olaraq bizim Avropaya və yaxud da ki, Qərbə birbaşa çıxışımız yoxdur və burada təzyiq olaraq, yəni hansısa bir formada Rusiya və yaxud da ki, İrana hansısa bir təzyiq metodu da yoxdur. Ona görə də həmişə deyirəm bu sözü, Azərbaycan özü güclü olmalıdır, Azərbaycan ordusu güclü olmalıdır və cəmiyyəti kifayət qədər güclü olmalıdır və düşünməlidir və düzgün qərar verib və düzgün istiqamət üzrə hərəkət etməlidir. Ona görə də körtəbii şəkildə nəyinsə baş verməsi, körtəbii şəkildə nələrinsə səslənməsi hesab edirəm ki, bu sonda böyük problemlərə gətirib çıxarda bilər. Hər halda düşünürəm ki, bu məsələ, yəni siyasi gərginlik pik həddi görməyəcək və məsələ müəyyən mənada həm də Azərbaycanın müəyyən mənada xeyri ilə yekunlaşa biləcək. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, var olun.